Deməli, üçüncü məsafəni bizdə talimatı biraz azalt. Bir dənə azalt oradan. Bu sininin sonunu qoyacağım üçüncü dəyəri biraz azalt. Deməli, 50 qoy, 20 qoy. Bax, 5.000 qoyuram. 2000-də görürsün. Əslində 5000 deyil, onun üçün çoxdur ya. O qədər gözləməsinə ehtiyac yoxdur. Elə 50 qoysan kifayətdir. Qoy 50. Biliyorsan gecikir. 50. Onu bana belə deyil. Bizə nə lazımdır? Maksimum 2, bax bu aralıqdan bir şey qoyaq da 2, 10, 5 qoy. Ran elə. O gözləyir, timeout müddətini gözləyir. Görün. Ümumiyyətlə, üçüncü yazanda sıfırlanır. İndi üçüncü nə deyəcək? 50. 50 zaman var. Getmir, daha gəlmir bizə. Serial monitor təmizlə. Gəlmir. Onu da 50 ilə. Ran elə. Gəlir, prosto şey gəlir. Sıfır gəlir. Tamam, beşincinin üçüncü dəyəri hələ keçir. Problem deyil. Hələ ki, üçüncü dəyəri sil. Birincinin birazdan üçüncü dəyərinin maksimal ölçüsünə baxar. Oldu mu? Okey. Tamam. İndi əsas odur. Bizdə bir dənə şey var burada. Bu belə bunu məsafələrimizi zamanı vermədik biz ekrana. Deyil. Belə deyil. İkinci print eləyini sildi orada. Axırıncı eləyini sildi, bunun qabaq-qabağa düşsün. Məsələn, print Eləyini sil burada. Eləyini sözünü sil. sildim. Məsafədən qabaqdan boşluq qoy. İndiram elə. Hətta bu şey var. Bunu almayayım tane. Bu hesablama var. Hesablamanı da qaldır yuxarıya. Onu qaldır yuxarıda. Printlər bir-birinə, printin üstünə. 18-ci sətrə. 18 sətrə aldım. Bu rentəyə yapışdırır. Okey, əla. Qoy bu formada çıxsın. Tamam? Okey. Buranın da yüzü də 50 ilə var. Biraz tez olsun. Okey, indiran ilə. Onda görək, biraz sürətli ölçüsün, ölçü aparması üçün deyil. Tamam, nə qədər göstərir? Zaman kimi ölçülür mesela. Bura bak. Gözüme. Bunu özüm koyayım. El boyunda biraz şey o da. Var mı arasında? Ses tam verdi böyle nece. Var koydu. Şu değişince. Zaman şeyin zamanında get gel. Yoksa ancak get. Yok, gelip gelmez. Biz teyye ne koymuş? Get gel zaman. Aşağı yukarı. Təyin elədik, var içədi. 4. İndi bak. Çünkü biz siz niye soruştuğum? Biz hesaplamada burada Böldü. buranı bölük. bölük. Buranı bölük. De ancak bura değil bölük. Yok yok. Attı, Bölük. qayıtdıq. Bu Bölgə normal değil. Yok, bölük şeyədir. Niye? Çünkü bizə qayıdan zaman gedib qayıtma zamanıdır. Bax, exolotda necədir? Səs atıram, gəlir mənə. Elə bir deyirəm ki, saat 10:00-da səs atmışam, 15:00-da qəbul etmişəm. O məsafə nə qədərdir? Biz time'ı tapmadıq da biz ancaq get gəli tapdıq. Yəni gedlə gəl bərabərdir. Deməli biz bunlar x-dırsa biz x tapmışıq da onda. Vaxtı tapmamışıq. Vaxt çünki bunların ikisidir. Yox, vaxtı tapmışıq. Bizim əlimizdə bu qaydan dəyər var. Bax, bunlar görürsən bu qaydadır. Bu qaydan dəyər bizim əlimizdəki dəyər. Bax, budur. Birdən baxıram. Mənim siqnalı göndərəndən qəbul edənə qədər keçən zaman. Mən siqnalı göndərib qəbul edənə qədər olan məsafə nə qədər, zaman nə qədərdir? Məsələn 10 saniyə. Düzdür? Deməli siqnalın getmə məsafəsi, biz getmə zamanı nə qədərdir? Onu başa düşdüm. Bu time bölü 2 deyil. Bu biri time bölü 2'dir, bu da time bölü 2'dir. Biz burada da time bölü 2 yazmışıq. Time bölü 2 yazmamışıq. Biz bax bunu eləmişik. Time'ı vurmuşuq V-yə. V-yə. Nəyi tapdıq? Səs nə qədər yol gedib. Düzdür? Səs nə qədər yol gedib? Yol gedib. Amma biz buranı tapdıq. Yox, biz buranı tapmadıq. Yol. Burayla buranı tapdıq. Cəmini. Hə, cəmi. Düzdür? Bizə isə nə lazımdır? Getdiyi zaman məsafə. Hadi mən də onu dedim. Biz onda ancaq buranı tapmışıq da. 2-yə böləndə hə. Biz də burada 2-yə bölmüşük. Onda bizim tapdığımız zaman deyil axı, yox. Biz zamanı almamışıq, biz məsafəni almışıq. Zamanı məsafəyə çevirmişik. Gəl belə deyək.
Mən başa düşürəm. Mən buranın zamanını Yox, yox, bura lazım deyil ki. Bunu mən belə çəkmişəm ki, biri siqnalını göndərdiyi anda, biri budur, biri budur. Mən bunu deyirəm. Bax, bu bilsən nə edir? Dalğanı belə göndərir, buradan qəbul edir. Başa düşdünmü? Bunun ikisinin arasındakı şey məsafə lazım deyil. Bizə bax, bura məsafəsi lazımdır. Bax, bura qədər olan məsafə. Görürsən? Bax, bura qədər. İndi başa düşürəm. Aydındır mı? Yəni, Çünki mən bax soruşdum ki, buranı tapırıq, siz dediniz, yox. yox, bax, burayla buranı. Bizə verilən Weber-T var, Weber-T. Weber-T bizə bax bunu qaytarır. Gedib gəlməz məsafəsi. Gedib qayıtma məsafəsi 10 olursa, deməli gediş məsafəsi nə qədərdir? Yox, siz deyirsiniz ki, biz buranı tapırıq, düzdür də? Hə, cisimdən, sensordan məsafə cismə qədər olan. Onda niyə V-yə vurduq? Əgər onsuz da time verilib də bizə, ekhonu high verən kimi bizə avtomatik integer time verir. Onda time 2-yə bölərdik də promu çünki bura. Time 2-yə böləndə sən saniyəni alırsan, bizə isə metr lazımdır. Biz məsafə nədir? Bizim əlimizdə sürət var, bizim əlimizdə T var. Bu sənə məsafə qaytarmır ki, bu sənə T-ni qaytarır. T var, nə qədərdir? Tutaq ki 10. Sürət də var 5. Okey mi? Bəli. Cismə qədər, cismin getdiyi yol necə hesablanır? Vururuq. S bərabərdir, V vurulsun T ilə, düzdür? Bu da nədir? 5 vurulsun 10. Bu da nədir? 50. Cismin getdiyi yol 50-dir, düzdür? Okey mi? Biz bu düsturda 10'u tapdıq. V vur T 10'u qaytardı bizə, 50-ni. Okey mi? İndi də bizim əlimizdə olan T var, cismin gedib qayıtma zamanıdır. Deməli, gediş zamanı nə qədərdir? 25. Yəni, böl 2-də, düzdürmü? Yəni, biz buranı 50 tapdıq, ancaq bura 25-dir deməli. Buranı, ikisini cəmlərini tapdıq, bura 25-dir, bəli, böl 2. Başa düşdür? Bizim elədiyimiz budur. Aydındır? Başa düşdür. Yəni, biz bu düsturdan hesablayırıq. Bir də bunu, bax, buradakı düstur var, buradakı düstur, 18-ci sətr, onu al kommentə, eynisini aşağıya yaz. Eynisini aşağıya yaz, sonra komment al. Birin altına yiyər. İndi orada T-ni böl 58.2-yə. 58,2. V vurun T-ni yox, T-ni 58.2. T-ni sadəcə zamanı bölürsən 58.2-yə. Bu da sənə məsafəni verir. Niyə? Deyəcəm, ranədə. Ekhonun məsafəsidir. Yox, var deyil. Qaytarsın. Qaytarır, işləyir. Bəli. Okey. Bu nədir? V bizdə konstantdır, yaxı, düzdür? Okey mi? Bizim T var əlimizdə dəyişən, düzdür? Bir də var 2, düzdürmü? Doğrudur. Bizim əslində burada elədiyimiz budur. Sabit dəyəri. Bu adi hava üçün keçərlidir, 58.2 adi hava üçün. İsti temperatur falan qatanda işinizdə dəyişir. Başa düşdün? Bu da sabitdir, 2 də sabitdir. Qabaqcadan alınan dəyəri böləndə 2-yə 58.2 əmsalı alınır. 58.2 əmsalı da bizə elə belə bir şey çıxır da. Onda bizə hazır sürətin 2-yə bölünmüş variantını bölür. Başa düşdünmü? Elə bu vurulsun 1000 böl 580 də belə. Vurulsun 1000 böl 580. Yəni bu əmsalda var, bu da sadə variantdır. Başa düşdünmü? Bu nədir bizə? Nəyə qaytarır? Şeyin, belə deyim də, məsafənin şeyini qaytarır. Okey. Biz indi bir dənə 3-cü dəyər qaldı. Mən bir dənə onu gözümdə görüm qeyd almışam o 3-cü dəyəri. Biz burada dedik ki, bunlardan birini, hansıdır o pin? Sarıdakı pin. Trigger pinini 2-yə taxmışıq. A hansıdır? Ekhonu da taxmışıq 3-ə, düzdürmü? Ekho pinini 4-ə keçirdik. Digital pin. Yəni orada keçid 4-ə. Bu da problemsiz işləməlidir. Məmən eləyək. Nə mənası var? Nə deyək? Yemlə indi təbii yaxşı sual verdim. Tek o birinci işləyək, səhviyəcəm. Üzr istəyəm. Alo. Yox, dəstəyəm xətaydı, nə olur?
Yaxşı gələrəm. Nə vaxtda? Yəqin 1 saat 20 dəqiqə belə. 1 saat 15 dəqiqə. Yaxşı. Yaxşı. Yaxşı, yaxşı. Dəyişdik 4-cü pinə, düzdür, ran elədik. İşlədi mi problemimiz? Bəli. İşlədi, okey. Deməli, məsələ nədir burada bizdə? Məsələnin indi bir dənə bir şey deyim sənə. Yaxşı sual, sizdə fərqi nədir sualın? Özün deyim, bağladıq onu. İndi mənə izah elə görüm. Ötən səfər izah eləmişdim. PWM siqnalları nədir? PWM siqnalları nədir? Ötən səfər izah eləmişdim. Eləmişdiniz. Xatırlayırsınız, sözlərə tərbiləmişdiniz. Sözləri əzbərləmə, başa düşdüyün kimi deyiləm. Necə başa düşürsən, onu deyiləm. PWM siqnallarının Ağız edelim. PWM siqnallarından sadə dijital pinlərin fərqi nədir? Sağ ol. Dijital pinlər, PWM pinlərdəki o 0-256 arasındakı dəyər fərqlidir. Bizə nə verir? Sənə nə verir? Yerində sağ ol. Buradan çıxacaq. Dijital pinlər həm inputdur, həm outputdur. Analog pinlər nədir? Yalnız inputdur. PWM-lərdə yalnız outputdur. Yox. PWM-lər həm dijital kimi davrana bilir. Yəni in, out, həm də ki, analog out verə bilir. Out. Analog out verə bilir. Sözdən ötəri deyiləm, məsəl üçün bir də soruşsanız nə deməli? Deyirsən ki, dijital pinlər həm inputdan outputdur. Yəni sözlə mənə şey yoxdur, mənə başa saldım. Okey? Həm inputda, həm outputdur. Yəni tərifi zadı yoxdur. Bu puls belə deyim də, siqnalların da elə bir şeydir, atır, pulslar gəlir. Deməli nədir? Həm input, həm outputdur. Analoglar yalnız inputdur. Xaricdən oxumaq üçün. PWM-lər dijital kimi davrananda dijital input və dijital output kimi apara bilir. Analog kimi davrananda analog output kimi apara bilir. Bu da necə olur? Data cycle var idi, hatırlayırsan, doluluq faizi var da, düzdür. Düzdür mü? Neçə PWM çıxışı nə qədərdir? 255, 0-255 arası, düzdür? Sən burada deyirsən ki, bunu 25% doldur. 25% nədir? 4/1, düzdür? Neçə volt verir Arduino? 5 volt verir. 5 voltun 4/1 nə qədərdir? Bölürsən 4-ə, 1,25, düzdür? Deməli, sənin çıxış voltajın 1,25. Bunlar yarımdadır. Hətta yarıya endirilmişdir ki, həmişə 100-0 olmasın deyə yarıya endirilmişdir. Bilirsən, lampanı açıb bağlayır, açıb bağlayır, açıb bağlayır. Okey mi? Düşdür. Buradakı triggerlər isə nədir? PWM və analogdur. Bu bilirsən necə edir? Bir növ Doppler effekti məntiqində çalışır. Siqnal atır, qəbul edir, keçən zamanı elə bir getdiyi zamanla, qayıtdığı zaman impulsun göndərildiyi və orada yazılmış ki, pulsun. Pulsun bilsən deyir içəridə. Elə bir atır, sönünə qədər ki, havaya tutur da. Bildiyin necə bir səs yarandı və səs itdi. Bildiyin necə? Səs yarandı bu vaxtı, səs itdi bu vaxtı. Bu aralıqdakı məsafəni götürür, sənə gətirir, bir yerindən çıxarır. Bildiyin? Artıq bu da bizim sadə şeyimiz. Bitireyim. Bitir. Sıxında nədir? Sıxında nədir? Deməli, sıxında istəsən bura çəkir. Bu sıxında necə olur? Deməli, bu bir dənə genidir. Yığın bunlar mı? Sıxında, sıxında necə? H, C, S, V, 0, 4. 1, 2, 3, 4. Dördüncü ayaq gedir, GND-yə. Okey. Tamam mı? Birinci ayaq gedir 5 volta. VSC-yə gedir. Trigger ayağı. Trigger ayağı gedir. Arduino demişdim, kontrol edilir.
metal pinlərindən birinə. Məsələn, D neçə var bizdə? 2, D3, misal belə. Yəni burada indi mənim başa düşdüyümə görə Exonu məcbur deyil. PVM Yox, məcbur deyil. Elə ona görə şeylədim də sənə ki, prosta burada gördüyüm 3 PVM-dir. Görsən, dedim taxaq eybi yoxdur, amma burada PVM pini olmaya da bilər də, başa düşdün? Çünki biz qabaqcılığına pin mod demişdik ya. Pin mod deyəndə nə demişdik? Input ya da output. Bu şey Arduino orada başa düşür ki, bu nədir? PVM mənası yoxdur, dondur. Aysa. Başa düşdün? Yəni məsələ, bakın, bunları şeylərdik, 5 volta birini apardıq, birini apardıq. Həsən, belə, sxemində bu. Bu sxemdə yaddan çıxartma lazım olacaq. Çəkəcəm olsun. Burada da sxemin şeyində yazmışam. Bunları bugün yazmamışsın mı? Yollar not almışdım sənin üçün ki, şey deyək ki, bəzi şeylər, bunlar heç, bunlar sxemlərdə, gəlirəm mən bəzi şeylər, şəkillərdə çəkmişim. Tələsin. Görürəm. Bax, burada şeylər çəkmişim, bu heç bunlar lazımsızdır. Bu diodla şeydir. Ay, sağ ol. Nədir bu? Siz demişdiniz ki, bu Diod. bizdə normal LED lampanın işarəsidir. Sağ ol. Yadımdadır. LED diod yadında Bu saxlayırsan. lidar. Bu da nədir? Yox, foto diod. Lidar müqavimətdir. Hə, düzdür, foto diod. Push buton, Aha. okey, Sadə müqavimət, diod. Amerikan standartı, bu da Sadə. Avropa standartı. Biri Amerikan standartıdır, biri Avropa standartıdır. Potensiyometr və yaxud da potensiyometr belə. Altdan xəttini göstərəm bu arada, o nəyə Fərq göstərir? yoxdur, eyni şey. Bu da potensiyometr. Yəni üstdən altdan fərq yoxdur. Üçüncü ayağını təmsil edir də potensiyometr. Bizdə indi də belə göstərdilər. Bu ucundan bir dənə xətt çıxırdı, gəldi altdan belə. O da var, hə. Bax, bu da potensiyometr. Görürsən. Çəkimlərə bunu çəksəydik görərdik. Okey, bu da potensiyometrdir. Sonra, bax, bu arada bu Avropa standartıdır, bu Amerikan standartıdır. İkisi de eyni şeydir. Yəni birinə çəkdiyin şey digərinə var. Deməli, fotodiod, lidar, okey. Başqa nə var bizdə? Heç nə, başqa yanıma gəlmir. Ha, bu var, bax. Elektrik lampası. Bu butulan. Bunlar yox, bunlar değil. Budur. LED-in işarəsi var ayrıca. Dedim de butudan. Diod lampacıdır da var. Okey mi? Push buton. Bir de var. Elektrik açarı. Bax, elektrik açarı kulçatıdır. Bu push butondur. Düymə ancaq basa tutanda qalır, kulçatla mı qalır bir dəfə basırsan? Ha, bu da qoruyucu kabel. Kabel qoruyucu bax, müqavimət. Yadımdadır. Flos. Şey, necə belə lampaları solunda saxlayır, içindən sim gedirə, bax oldu. Başqa, hələ ki bunlar kifayətdir. Bu da GND-dir, bax. Nədir? GND. GND, N-dir. Torpaqlama gedir bunlarda. Demişdim onu. Bu torpaqlama. Torpaqlamaları var. Şey, xəttdən, kabeldən ki, üçüncü xətt gəldi, sarı qırmızı. Yaşıl sarı, o torpaqlama. Bunlar da özündən not alarsan. Tamam. Mesela şeyler. 10 voltmetre amperli de var. Onları da çəkəcəm yavaş-yavaş ehtiyac olur. Anladın?